Ünsiyyət, cəmiyyətin nəfəsi, toplumun ritmidir. İnsanları bir-birinə bağlayan ünsiyyətdir. İlkin çağlarda işarələrlə, müxtəlif səslərlə başladı ünsiyyət. Zaman keçdi, yollar, dillər, vasitələr dəyişdi. Amma əsl həqiqətin özü dəyişmədi. Cəmiyyət insanın insana söylədiyi sözlə formalaşdı, böyüdü. Qayaüstü rəsmlərdən tutmuş ağ vərəqlərə yazılan məktublara qədər hər dövr öz izini qoydu. Ən uzaq diyarlara xəbər aparan elçilər, dənizləri aşan carçılar və dilmanclar. Və nəhayət bir dövr gəldi ki, sadə bir kağız parçası, poçt markası ünsiyyətin səssiz dilinə, eyni zamanda da güclü simvoluna çevrildi. Min illərdir ki, poçt zamanı içindən keçir. At belində karvan yollarını aşır. Sonra relslərə, indi isə rəqəmsal dalğalara minir. Poçt hər yerdə insanların ünsiyyət ehtiyaclarını ödəyir. Bəzən məktublarla sevinç və kədəri bölüşür, bəzən də sadəcə bir salamı ünvanına çatdırır. Məktubun tarixi ondan da çox qədim zamanlara gedir. Çünki cəmiyyət inkişaf etdikcə, cəmiyyətdə müxtəlif strukturlar, şirkətlər, müxtəlif münasibətlər qurulduqdan sonra insanlar bir-birindən yaxın məsafədə ünsiyyət qura bilmirdilər. Buna görə də onlar öz fikirlərini, tapşırıqlarını, sözlərini, görüləcək işlər haqqında tədbirləri və s. yazılı şəkildə yazaraq onları lazım olan yerə çatdırırdılar. Nə qədər düşmənçilik də olsa, nə qədər dostçuluq münasibətli də olsa, vaxtaşırı hakimlər mi deyək, şahlar mı deyək, sultanlar mı deyək, bir-birlərinə namələri göndərirlər. Bu da ünsiyyətdir, bu da məktubun bir formasıdır. Çaparla göndərirdilər onu. Hətta qədimdən çıxan bir şey var, elçiyə zavalı yoxdur. Ondan da, yəni apardığı bəlkə də ən qərəzli bir mövzu ilə əlaqədar qarşıdakı adam, ən hansı bir sultan ona heç bir şey etməzdi, cavab məktubunu göndərərdi ondan. Poçtun ilkin formaları qədim sivilizasiyalarla birgə yaranıb. Qədim Roma və Yunanistanın güclü dövlət kimi söz sahibi olması xəbərin nə qədər tez çatmasından asılı idi. Roma imperatorları üçün xəbərin vaxtında çatdırılması bəzən bir döyüşün taleyini həll edirdi. Qədim Yunanistanda isə xəbərlər xüsusi elçilərlə, bəzənsə məşhur çaparlarla göndərilirdi. Elçilər veriləcək xəbərləri imperiyanın bir ucundan digərinə çatdırmaq üçün fasiləsiz hərəkət edirdilər. Əslində bunların hər biri bugünkü poçt anlayışının ilkin formaları idi. Ünsiyyət hər zaman olub. İlk zamanlarda
Azərbaycan mədəniyyətində olan xalçaçılıq özü ünsiyyətin bir növüdür. Çünki orada da çox, mənə görə hələ də xalçaçılığın naxışlarının sirləri hələ də açılmayıb, nə deyilmək istəyir. Amma çox gözəl müasir dillə desək, mesaj verilə biləcək bir məktubdur. Xəbərlər at üstündə gəlib, carçıların səsi ilə yayılıb, daha sonra tarixin yaddaşına köçdü. Azərbaycanda da ilkin vasitələr Misirdə, Romada və Yunanistanda olduğu kimi çaparlar, carçılar vasitəsilə həyata keçirilirdi. Məqsəd də eyni idi. Fikri uzağa çatdırmaq, düşüncəni qorumaq, əlaqəni yaşatmaq. Azərbaycanda ilk poçt kontoru 1818-ci il iyunun 1-də Gəncədə açıldı. 1820-1830-cu illərdə isə növbəti Bakı, Şuşa, Naxçıvan və digər şəhərlərdə poçt kontorları açıldı, yeni poçt ekspedisiyaları təşkil edildi. O dövrdə Azərbaycanda yerli marka buraxılışı yox idi. İstifadə olunan poçt markaları Rusiya imperiyasına məxsus idi və markaların istifadəsinə 1858-ci ildən başlandı. Markalar artıq poçtun rəsmi simvoluna çevrilmişdi. O, ödəniş vasitəsi kimi məktubun rəsmiliyini və həqiqiliyini təsdiqləyir, üzərindəki təsvirlə çap olunduğu dövrün ruhunu özündə ehtiva etdirirdi. Çar Rusiyası zamanında Azərbaycanla əlaqədar mövzuda heç bir marka buraxılmayıb. Çünki Çar Rusiyasının devriyyədə olan öz markaları istifadə olunur. Yalnız möhür, poçt möhründə Bakı, Yelizavetpol, Şuşa və yaxud hansısa bölümlər varsa, o zamanlar üçün Gəncə daha çox idi, Yelendorf çox idi. Çünki orada hamımız bilirik də, Yelendorfa ilk gələn Siemens şirkətidir, Almanlardır. Və orada mədənlərə gedirlər, gəlirlər. Ona görə yazışmaları çox olur. Ona görə Yelendorf poçt şöbəsi yaranır. İndiki Xanlar rayonu sınır. Möhürlərlə Çar Rusiyası zamanıdır. Poçt markaları poçt ödənişi nişanəsi sayılır. Sübut edir ki, artıq poçt ödəniş kimi markalar göndərilmə rüsumu ödənilir. İkinci də bir qısa müddətdən sonra bilindi ki, poçt markaları nəinki kvitansiyadır. Ondan əlavə bu sərhədsiz təbliğat kimi istifadə oluna bilər. Azərbaycanda neft sənayesi elə güclü çalışırdı ki, onun arxasınca gələn bütün şirkətlər, təşkilatlar, nazirliklər hamısı intensiv poçt devrəsi ilə məşğul idi. Bu səbəblə poçt markalarını çatdıra bilmədiklərinə görə və mövcud bütün poçt markalarının 80%-nin sərfiyyatı Azərbaycandadır. Ona görə də təcili qərar qəbul olunur ki, harda nə ehtiyat varsa hamısını yığıb, markaları yenidən qiymətlənib Azərbaycanı poçt devrəsini təmin eləsinlər. Çar devrindən qalan poçt markalar. Və Zakafkaz hökuməti qərar qəbul edir ki, biz Rusiya imperiyasından qalan poçt markaları götürürük. Onun üzerine 5 güşəli ulduz zərb eləyirik. İçində də ZSFSR yazırıq. 5 hərfdən ibarət. Və biz bunları devlətin adından devriyə buraxırıq. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti milli poçt sistemini qurdu. Qısa müddət ərzində poçt nişanları, markalar hazırlandı. Lakin Cümhuriyyətin süqutu bu markaların geniş istifadə olunmasına mane oldu. İlk Azərbaycan marka toplusu isə Azərbaycan əskərinə həsr olunmuşdu. Azərbaycanın ilk poçt markaları 1918-ci ildə burada Azərbaycanda çap olunmuşdur.
və nəzarəti də Azərbaycan dövlət tərəfindən edilirdi. Qısa müddətdə həmin markaların mövzusunda birinci ilk mövzu Azərbaycan əskəri, Azərbaycanın indiki istifadə etdiyimiz bayrağı həmin markalarda çəkilmişdi. Ümumiyyətlə 20 növ markalar idi. Müddət qısa olduğuna görə markalar çap olunmuşdu və sonra hakimiyyətə bolşeviklər gələndən sonra onların təzədən marka çap eləmək və dövrəyə buraxılmasını tez təşkil etmək məqsədilə bunlar köhnə Azərbaycan Demokratik Respublikanın markalarını dövrəyə buraxmışdılar. Həmin markaların üzərində cürbəcür olaraq damğalar qoyulmuşdu. Niyə ki, tariflər tez-tez dəyişdiyinə görə, o vaxt inflyasiya olduğuna görə və qiymətləri üzərinə gündəlik ştempellə dəyişdirildilər. Həmin ondan ötəri həmin markaların bu saat mahiyyəti və toplusu çox nadir bir şey sayılır və ümumiyyətlə kolleksionerlərin içərisində çox maraq doğurur. Azərbaycan Cümhuriyyəti çox qısa müddətli olmağına baxmayaraq, amma çox ciddi markalar buraxırlar öz dönəminə görə. İlk markalar bəlkə də onlar sayıla bilər. Hətta sonra Azərbaycan Sovet Sosialist Respublikası, o ASSR olur. ASSR-də də Cümhuriyyətin buraxdığı markalar istifadə olunur. Ondan sonra xeyri yolla buraxılan markalardır. İki formadadır. Biri Azərbaycan coğrafiyasına aiddir, o birisi aclığa görə buraxılmış bir yardım markalarıdır. Azərbaycan Cümhuriyyətinin əlində çox böyük təcrübə var idi. Yəni o zaman Bakıda mövcud olan poçt idarələri çox ciddi surətdə təşkil olunmuşdu. Onların aparatı, ştat cədvəlləri, işçiləri, işləmə prinsipləri, sistemləri, hər şeyləri var idi. Və Cümhuriyyət bu təcrübə əsasında özünün xüsusi bu işləri yerinə yetirmək üçün nazirlik təsis eləyir. Azərbaycan hökumətində xüsusi nazirlik olur və poçt devriyyəsi dövlət xidməti olaraq götürülür dövlətin idarəçiliyinə və nəzarətinə. Hər bir sahənin öz qayda və qanunları olduğu kimi, poçt sahəsində də marka buraxılışı haqqında Ümumdünya Poçt İttifaqının beynəlxalq qanunları var. Poçt operatorları tərəfindən buraxılan markalar VNS nömrələmə sistemindən qeydiyyatdan keçməsi onların legal olduğunu təsdiqləyir. 2021-ci ildən etibarən Azərbaycan markalarının beynəlxalq rəsmi qeydiyyat sisteminə salınması istiqamətində ciddi işlər aparılıb. Azərbaycan adlı dövlətin 1919-cu ildə buraxdığı ilk markalar da artıq həmin sistemdə qeydiyyatda salınıb. 2025-ci ilin əvvəlində biz Ümumdünya Poçt İttifaqı ilə danışıqlara başladıq və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə buraxılmış ilk 10 növdə markanın qeydiyyata salınması üçün müraciət etdik və istədiyimiz cavabı aldıq. Çar Rusiyası dağılandan sonra ölkələr başlayır ortaya çıxmağa. Bu elə SSR-in də dağılandan sonra da var idi buna bənzər. Mühacirət hakimiyyəti olur. O cümlədən Azərbaycanda. Bunlar da əsasən belə fərz olunur ki, Fransada və yaxud Almaniyada çap olunur. Birinci Çar Rusiyasının markasıdır. Bildiyimiz artıq standart markalardır, balaca gerb markalardır. Onların üzərində bir peçat var. Azərbaycanın işğalı, Occupation Azərbaycan. Və ikinci bir marka var, 4 yoxsa 5 markadan ibarətdir. Onun dişli və dişli olmayanları var. Orada Republik de Azərbaycan fransız dilində yazılır. Bu markalar var, amma onunla poçtu keçmiş mən heç bir məlumat görməmişəm. Çünki marka nə zaman
poçt tarixinə daxil ola bilir. Mənim istehsal etdiyim yox. Mənim istehsal etdiyim poçtu keçmiş olsun. Rus rəssamı Frans Rubonun 1886-cı ildə çəkdiyi İrəvan qalasının işğalı və fransız rəssamı Frederic Montpellier'in 1833-cü ildə yaratdığı Göy Məscid rəsm əsərləri də markaların üzərində öz əksini tapıb. Bu da onu göstərir ki, biz tarixi təkcə yazılı mənbələrdən deyil, vizual sənət nümunələri vasitəsilə yaşadırıq və tarixin gerçəkliyini o dövrdə yaşamış sənətkarların əsərlərindən istifadə edərək sübut edirik. Sovet dövründə SSR-nin ümumi poçt markaları istifadə olunurdu. Azərbaycan mövzulu markalar da SSR tərəfindən buraxılırdı. Çünki həmin dövrdə siyasi tabelikdən əlavə Azərbaycan poçtu da SSR poçtamptı nəzdində fəaliyyət göstərirdi. Bununla belə Azərbaycan mövzusunda buraxılan markalar SSR markaları içində xüsusi yer tuturdu. Mədəniyyətimiz, abidələrimiz və tarixi şəxsiyyətlərimiz bu markaların üzərində təsvir olunurdu. ...1967-ci ildə Azərbaycanda rəsmi böyük filatelistlər cəmiyyəti yaranır. O zaman bu filatelistlər cəmiyyəti Ümumİttifaq Filateliya Cəmiyyətinin Azərbaycan şöbəsi adlanır və SSR Rabitə Nazirliyinin nəzdində olur. Azərbaycan isə Azərbaycan SSR-in Rabitə Nazirliyi ilə bir yerdə bu işlər görülür. Filateliya cəmiyyətləri dövlətin məşğul olmadığı bir işlə məşğul olurlar. Onlar dövlətin devrəyə buraxdığı poçt markalarını qoruyub saxlayırlar, tədqiq edirlər, sistemləşdirirlər, onların kataloqlarını buraxırlar, onları toplayırlar və nümayiş etdirirlər. Azərbaycanda filatelist klubu ən güclü klublardan biri sayılırdı o vaxtı. Biz Azərmarka şirkəti olaraq abonementlər yaratdıq. Həmən klubun üzvlərini bir sıraya yığmağa və 90-cı illər təzə filatelistlər klubu qeydiyyatdan keçdi. Onların vasitəsilə birgə sərgilər keçirildi burada. Bir neçə sərgilər müstəqilliyə həsr olunmuş, Ulu Öndər Heydər Əliyevin dönümünə həsr olunmuş sərgilər keçirildi. Ümumiyyətlə, indiyə kimi Filateliya İttifaqı mövcuddur. Və nəhayət 1991-ci il. Müstəqil Azərbaycan hər bir sahədə olduğu kimi poçt sahəsində və markalarda da öz sözünü dedi. Müstəqillik elan etdikdən sonra bizim qarşımızda belə bir məsələ qoyuldu ki, gərək biz hansısa bir təşkilata bu işləri tapşıraq, bu işlərlə sırf məşğul olsun. 1992-ci il iyulun 14-də Rabitə Nazirliyinin tərkibində Azərmarka şirkəti yaranıldı. Respublikanın öz poçt markalarının buraxılması məsələsi gündəmə gəlmişdi. Bugünə kimi Azərbaycan Respublikasının öz vahid, yeni, müstəqil poçt markaları dövrəyə buraxılırdı. 1992-ci ildə buraxılan ilk milli marka seriyası Azərbaycan bayrağı, dövlət gerbi və klassik ornamentlərin təsviri ilə çap olundu. Bu markalar artıq təkcə rabitə vasitəsi deyildi, həm də Azərbaycanın suverenliyinin simvolu idi.
Bu yolda təkcə dövlət qurumları deyil, şəxsi kolleksiyaçılar da təqdimat və sərgilərdə öz kolleksiyaları ilə təmsil olunurdular. Tarix nə qədər saxtalaşdırılsa da, kiçik bir kağız parçası üzərində daşıdığı məlumatlarla tarixi dəlil rolunu oynayır. Azərpoçtun marka şöbəsinin bu mövzuda dərc edib dövriyyəyə buraxdığı markaların ideoloji yükü çox böyükdür. Markalardan birində İrəvan xanlığının sonuncu hakimi Hüseynqulu xan Sərdarın portreti var. Başqa birində isə Qacar dövründə kəsilmiş qədim sikkə təsvir olunub. Bundan başqa orada Sərdar sarayı, Sərdar məscidi, Göy məscidi kimi tarixi tikintilər də yer alıb. Qərbi Azərbaycan tarixinin yaşadılması ilə bağlı əvəzsiz işlərdən biri də bu mövzuda markaların kütləvi çapıdır. 2024-cü ildə filateliya sahəsində çox dəyərli bir hadisə kimi tarixin yaddaşına yazıldı. Qərbi Azərbaycanla bağlı tarixi torpaqlarımız, abidələrimiz, tarixi şəxsiyyətlərimiz, Novruz bayramı və adət-ənənələrimizlə bağlı mövzular markalarda təsvir olundu. Markanın həddən artıq çox üzərində apardığı informasiya var. Bir, ölkənin adı göstərilir. Və yaxud ölkənin adı göstərilmirsə, söndürülmüş marka deyirlər. Üstünə möhür vururlar. Möhürdə hansı ölkəni, hansı şəhəri əks edilirsə, oranı göstərirlər. İki, markanın üzərində olan motivlər. Motivlər əsasən ölkənin təbliği ilə və yaxud ölkədə olan incəsənət əsəri, hətta foto əsəri də ola bilər. Hər şey ola bilər orada. O da təbliğ edir. Poçt markası dövlət atributlarından biridir. Yəni dövlət atributları dövlətin gerbi, himni, pulu, bunlarla yanaşı poçt markası da dövlət atributudur. Yəni hər bir dövlət yaranırsa, qurulursa, o mütləq özünün poçt markalarını da təsis etməlidir. Biz milli poçt operatoru olaraq bu keçidin canlı daşıyıcılarıyıq. Biz artıq təkcə məktub daşıyan deyilik, həm də zamanın informasiya yükünü, insanların bir-biri ilə rabitəsini daşıyan bir varis rolunu icra edirik. Keçmişdə poçt uzaq kəndlərdən şəhərlərə sadəcə bir məktub aparırdısa, bugün o pulu ötürür, karqonu daşıyır, mobil tətbiqlərlə bir toxunuşla xidmət göstərir. Hər bağlama bir ümid, hər ödəniş bir ehtiyacın cavabıdır. Hər bir poçt xidməti bir gözləntinin gerçəkləşməsidir. Ən əsası isə poçt insanların bir-biri ilə əlaqəsini, ünsiyyətini qoruyur və gücləndirir. Azərbaycanın milli poçt operatoru olaraq biz gələcəyi ötürürük, amma köklərimizi unutmadan, həmin xidmətlərin mövcudluğunu qoruyaraq. Çünki hər nə qədər dünya dəyişsə də, ünsiyyətə, inama və yaxınlığa ehtiyac dəyişmir.
Poçt bugün də var, amma artıq başqa dildə danışır. Texnologiyanın, innovasiyanın və yenilənən zamanın dilində. Və hər yeni xidmət ünsiyyətin daha müasir, daha əlçatan bir formasıdır. Poçt markası sadəcə bir ödəniş kağızı deyil. O, tarix daşıyır, yaddaşı ötürür. O, bir millətin dəyərlərini özündə qoruyur. Məktubların üzərinə vurulan zərif və kiçik ölçülü bu kağız parçaları böyük bir fikir yükü daşıyır, özündə tarixi əks etdirir. Bir kimlik simvolu, bir imza kimi.